Sizə gəlin birinci izahları verin. Müəllimə test işləmişsiniz. Test işləməmişsiniz elə. Birinci, bu günlərim həftənin birinci gün. Bir də gələsiz şənbə günü, elə mi? İstəyirsiniz bugün izahla başlayın. Mən 10 dəqiqə falan sual verək, nə bileyim başlayarız. Yaxşı, elə olsun. 10 dəqiqə sualınızı verin. Başlayın. Başla. Gəl. Realda başlayın. Hə. Müəllimə, bax qrupa gəlmələr atırlar da. Qaçlı tez çıxmaq lazım. Nə tədiyyədir? 8-dən çıxmışsan o? Hə 9-da çıxmışsan. Mənə sonra olacaq o? 1 saat 20 dəqiqəyə gəlmişsən 20 dəqiqə qalxıyor. Heç nə, sən maddi gəlmə yaramaz. Sən hərəkət yaramaz. Təyyarə mı? Hə. Təyyarə mən bu qədər işləyəm, mənim təyyarəm yoxdur. Qaldı sən. Hə, demək. İndi, yaxşı, başlayaq biz nədən? Litosfer. Hə? Litosfer. Ən sevdiyim bölüm. Bu bölümü mən də çox xoşlayıram. O ki, dağların zirvələri, hündürlüklər, baxaq görək, orada nələr qabağımıza çıxır. Hə, müəllimə, başlayırıq nədən? Yerin daxili quruluşu, planetar, geoloji mərhələ, sonra və litosfer. Litosfer bilmən nədir? Litosfer bildiyimiz kimi, litos, sfera. Litos daş, sfera təbəqə deməkdir. Bunu seviyəm ki, şənbə gündən testimiz olsun. Yaxşı, vaxtımız qaldığı vaxtında yenə testlərimizə baxacaq. Ümumilikdə. Litosfer daş təbəqəsi. Daş təbəqəsi haqqında danışanda biz litosferə hansı qatların daxil olduğundan danışacağıq. Litosferin necə formalaşmasından danışacağıq. Litosferin əsasının planetar yoxsa geoloji mərhələdə qoyulması haqqında danışacağıq. Birinci, yerin yaranışı haqqında bilməliyik. Yerin yaranışı haqqında bir var planetar kimi yaranması, bir də var ümumi kainat. Ümumi kainatda biz Big Bang nəzəriyyəsi ilə başladıq. Big Bang nəzəriyyəsindən sonra planetlərin yaranması haqqında 2 dənə nəzəriyyə vermişdik. Kimlər deyər? O 2 nəzəriyyə hansı idi? Big Bang nəzəriyyəsindən sonra Nicət müəllim. Sabahı. Yadında deyil. Oyanmışsan. Aha, əla. Hə. O Big Bang nəzəriyyəsi. O, Big Bang nəzəriyyəsindən sonra alimlərə görə yanaşmaq yaratdıq. Dedi ki, alimlər biri bunu deyirdi, 2 alim. 2 alim isə bunu deyirdi. O hansı nəzəriyyələrdir? O eləməli burada püskürüyor. Kant Laplace, Schmidt-Fessenkoev. Kant Laplace'la Schmidt-Fessenkoev arasındaki fərq nədən ibarət? Biri isti deyil, biri soyuq deyil. Biri isti deyil, biri soyuq. Biri isti qaz toz dumanlığı, biri soğuk qaz toz dumanlığı. Onda Schmidt-Fessenkoev isti deyildi. Kant Laplace soyuq. Kant Laplace isti deyildi. Bəli, siyasətə daha çox sizin beyninizi qarşısından istələrini qoy bura məbirət dağılır. Hə, demək, müəllimlər, gedişat nədir? Schmidt-Fessenkoev Kant Laplace nəzəriyyəsində indi müəllimlərlə geniş baxmışıq oralara. Bir də oradan danışsam biraz vaxtımız çox gedəcək. Sizə başlıqda o gedişatda, Günəş sistemində başlıqda o nəzəriyyə var. Bir oxuyarsınız, sonra gələn dərsdə onun müzakirəsini o şəkildə apararsınız. İndi mən müəyyən qədər danışacağım ondan. Orada deyir ki, Kant Laplace. Ümumi bir planet kimi toz və qaz dumanlıqlarının bir-birinə cəlb etməsi nəticəsində
tərkibində ağır metallar olanın daha mərkəzə, yəni mərkəzə qaçma qüvvəsindən daha mərkəzə yığılması, tərkibində yüngül metalların olduqları isə bir-birini itələmə qüvvəsindən kənara yığılması prosesi özünü göstərir. Və toqquşma prosesi zamanı ortaya çıxan istilik o ağır metalların tərkibindəki radioaktiv maddələri hərəkətə gətirir. Məsələn, müşahidə etmiş olarsınız. Bu dəmiri çox yandırdıqda, biraz yandırırsan, partlayır dəmir. Bəlkə də görmüşsünüz şeylərdə, bölgələrdə, rayonlarda olanlar. Dəmir nə qədər çox qızır, başlayıb partlamaq o. Nə ilə əlaqədərdir? Ağır metalların içərisində radioaktiv maddələrin olması ilə əlaqədər bir prosesdir. Və onun sıxlığı, bəli, bu da əsas göstəricidir. Balona görə deyilir ki, bir-birindən gəlib uzaqdan toqquşma baş verəndə sürtünmə qüvvəsindən isinmə gedir. O isinmə prosesi nəticəsində artıq nə baş verəcəkdir? O isinmə prosesi nəticəsində ortada bir dənə çıxan enerjidən radioaktiv maddə aktivləşir və partlayış törədir. Radioaktiv maddələrdə müxtəlifdir. Məsələn, urandır, digər maddələr ki, kimyada var, sizə lazım deyil. İndi o vaxt yadda saxlamaq. Bir dənə uranı yadda saxlayın, radioaktiv maddə kimi. Məsələn, çünki gəlir o, hər radioaktiv maddənin temperatur anlayışı fərqlidir. Məsələn, eləsi var 100 dərəcədə partlayış törədir, eləsi var 1000 dərəcədə partlayış törədir. Nisbi yaş mütləq yaşda var idi. Bəli, o haqda danışacağıq indi, nisbi mütləq yaşlarda. Bəli, törədir. Ona görə fərqli toqquşma dərəcələrində, fərqli temperaturlarda radioaktiv maddələr fəaliyyətə başlayırdı. O da partlayıb, daha çox isinməyə, daha çox isinmə isə daha çox ərimə prosesinə səbəb olurdu ki, əriyib bax, ilkin yerin nəyə yarandı? Nüvəsinə. Bəli, bu proses yerin bir planet kimi formalaşmasına əsaslandıran prosesdir. İndi, yer bir planet kimi kütləvi toqquşmalar nəticəsində formalaşır. Və zaman radioaktiv maddələr aktivləşir, partlayışlar onun daxilində toplanmış həmən o hissəciklər əriyir. Əriyir, amma daxildə cəlb etmə qüvvəsi var deyə bir-birində deyinir. Bir-birinə sıxıb, zəncirvari bağlanma prosesi baş verir. Elə bil ki, fikirləşin ki, nüvənin mərkəzində bir ağır hissə var, kənardakı bütün maddələri özünə cəlb edib deyinir, ağlayır. Ona görə biz müşahidə edirdik ki, ərimiş şəkildə olan yüngül və ağır metallar belə o mərkəzi hissədən ayrılmırdı, ona yapışıq şəkildə qalırdı. Bax, indi biz atmosfer, kosmosda asılı vəziyyətdə qalmışıq da, yer kürəsi. Niyə asılı vəziyyətdəyik? Səbəb ondan ibarətdir ki, biz digər bir göy cismi vasitəsilə cəlb edilmişik. O cisim hansıdır? Günəş. Günəş bizi cəlb edib saxlayıb. Günəşin cəlb etdiyi halda bizim öz oxu ətrafımızdan çıxma ehtimalımız var mı? Var. Günəşin enerjisi söndü qaldı. Dayandığı yerdə buraxdı. Onda biz nə olacaq? Böyük bir sirkəlanma baş verəcək. Günəşin əhatəsindən çıxacaq. Ola bilər ki, gedib başqa bir sistemdə tutunup dayana bilərik. Və yaxud tutunmadığımız halda parçalanma prosesi yenə özünü göstərə bilər. Həmən qaydada. İndi, gedişata baxsaq nə baş verir? Kütləvi böyük bir mərkəzi lava yaranır. Bu mərkəzi lavada başlayır zaman ilkin növbədə kütləvi vulkanlar. Kütləvi vulkanlar nəyə görə başlayırdı? Çünki bu lavanın içində, mən sizə dedim ki, bəzi radioaktiv maddələr var ki, 4000, 5000 dərəcədə partlayış törədir. Məsələn, onlar toqquşurdu, isinirdi, az istilik tələb edən ilkin radioaktiv maddələr partlayırdı, getdikcə istiliyi artırırdı. İstilik 1000 dərəcə olanda digər radioaktiv maddə partlayırdı. 2000'ə çatanda digəri partlayırdı və belə nüvənin enerji balansı artır və başlayır o partlayışlar nəticəsində kütləvi şəkildə vulkanlar. Bax, kütləvi şəkildə vulkanlar. İndi burada hansı proses baş verəcək? İlkin kütləvi vulkan püskürmələri deyirik ay ehrası. İndi onda gələcək nəyə görə, səbəb nədir? Ay ehrası deyilməsinə. İlkin bax, bir şey var. Əgər sən istilik mərkəzindən uzaqlaşırsansa, sənin lavaların çıxır,
o kürə lavanın üzərinə tökülürsə, mərkəzi hissədən uzaqlaşırsansa, sənin avtomatik bu üst hissdən zaman soyma prosesinə keçir. Çünki o nüvə mərkəzindən uzaqlaşmaya başlayırsan. Belə bir şey deyək də, tak ki, əlini normal yanan odun üstündən qoysan, mərkəzi hissədir, əlin yanacaq. Amma arada məsafə saxladıqca, zaman görərsən ki, əlinin istiliyi azalır. Düzdür, bu da eyni prosesidir. Deyir ki, lavalar hər dəfə çıxdığına görə mərkəzdən uzaqlaşır, istilik vermə qabiliyyəti olan ən yüksək yerdən uzaqlaşır və zaman soyuma prosesinə təsir göstərir. Qalib deyirsiniz ki, mənim, soyuma prosesi havanın müşahidə olunduğu yerdə gedir. Düzdür, soyuma prosesi üçün hava olmalı. Kosmosda hava var idi mi? Yox. Və desəm ki, kosmosda heç hava yoxdur? Bu yanlış fikir. Bəli. Kosmosda heç hava yoxdur fikri yanlışdır. Çünki az miktarda hava var. Biz o deyirik, hava yoxdur. Biz hava yoxdur məsələsini bizim nəyə görə deyirik? İnsanların yaşaması üçün zəruri olan hava yoxdur. Çünki bizim formalaşdığımız mühit bizi kosmosdan kənardakı hava ilə yox, biz orada deyirik ki, hava çox seyrəkdir. Ümumən hava yoxdur demirik, deyirik, çox seyrəkdir. Yəni, bizə lazım olan hava bu, yer kürəsinin içində formalaşır. Əslində biz necə olmuşuq? Yer kürəsi tam formalaşır, sonra insan yaranır, düzdür? Demək, insan yer kürəsinin içində sonra yaranırsa, o mühitə uyğunlaşır. İnsan nə vaxtsa kosmosdan yaransaydı, o mühitə uyğunlaşacaqdır. Bəlkə də bizdən, araşdırma bilmirəm, bəlkə də bizdən başqa canlılar var ki, həqiqətən kosmosda formalaşır, heç atmosfer yoxdur. Amma formalaşıblar, oranın kosmik atmosferinə öyrəşiblər. Yəni, onlar üçün yaşam ora üçün uyğunlaşıbdır. Bizdə də bura üçün uyğunlaşıbdır. İndi fikir verin nə baş verir. Getdi ki, lavalar püskürür, tökülür zaman, baxın. O az miqdarda kosmik havanın bu lavaya təsiri ilə üstə bir mantiya yarar. Mantiya. İndi mantiya isti və soyuq olmaqla iki yerə bölünəcək. İsti deyəndə nə? Nüvəyə daha yaxın, daha temperaturu yüksək, nüvədən nisbətən uzaq, yəni alt mantiya, nüvəyə yaxın və üst mantiya formalaşacaq. Amma burada indi gedişata baxın. Partlayışlar baş verib, kölə atılan lava var. Hər kölə atılan lavanın içində artıq radioaktiv maddələr neyini? Zaman azalacaq. Çünki onlar da fəaliyyətini özünü göstərdi partlayışlarla. Zaman o partlayışlarla bu kölə çıxan lavaların içində radioaktiv maddə azalacaq. Dolayısıyla növbəti gələn dalğa zamanı zəifləmə baş verəcək. Bizim nəyə bənzəyir? Elə bir ki, zərrələ iç dalğasını gəlir, bir də o deyirlər aftershock. Geri qayıdış. Geri qayıdış dəzələ o qədər güclü ola bilir? Yox. Vulkanizmin ilki ən böyüdür. İlkin gücünü ən böyük radioaktiv maddələrdən alırdı. Ona görə kütləvi şəkildə baş verirdi bu partlayışlar. Partlayışlar çoxaldıqca radioaktiv maddələrin də miqdarı neyləməyə gedirdi? Azalmağa gedirdi. İndi zaman o deməkdir ki, yavaş-yavaş lava püskürmələri səngiyəcək. Yəni asla, yavaş-yavaş gedəcək. Aydındır, mənimlə başa düşmədiyim bir şey var. Sualımız, geri dönüş. İndi baxın, o azalma nəticəsində yer kürəsində kütləvi vulkanların sayı azalır. Baxın. İndi ikinci etapda çıxan, bu az miqdarda lavalar ki var. Bəzi yerlərdə qalın örtük yaradırlar, bəzi yerlərdə lava püskürülməyən ərazilərdə isə nazik örtük. Bəli, bu şəkildə lavanın töküldüyü yerdə qalın, tökülmədiyi yerdə nazik bir hissə yaradacaq.
Ama tabii ki yine mantığın üstünü örtecek. Niye örtecek? Çünkü lava akımı o kadar güçlüdür ki esas lavalıqlar. Gəlir nə qədər şey olsa da bax, bu hissələri də axıb birləşmə prosesi baş verir. İndi baxın. Burada çıxan vulkanlara nəzərən, buradakı vulkanlar nüvədən daha çox uzaqlaşır. Avtomatik istilik daha çox azalacaq. Bəli. İstilik daha çox azalanda kosmik hava ona daha çox təsir göstərməyə başlayacaq. Onda daha çox soğuyacaq. Kosmik havanın qarışması nəticəsində lava ilkin az miqdarda kosmik hava ilə qarışır. Hava ilə qarışaraq soğuyan lava efüziv suxur olan nəyə yaradır? Bazaltı. Bu bazalt. Suxurlarda indi orada baxacağıq. Bazalt suxuru, efüziv suxuru. Magmatikin, yəni lavanın hava ilə qarışımı nəticəsində soğuyur. Amma məsəl üçün, bugünkü gün lava püskürür, vulkan püskürür haradasa. O vulkanın lavası çıxır. Bu bizim atmosferimizin havası ilə qarışanda o lava orada yaranan bazalt daha yumuşaq olur. Bugünkü yaranan bazalt. Niyə? Çünki bugünkü gündə havanın miqdarı daha çoxdur. Kosmik havasının miqdarı bugünkü hava ilə müqayisə etsək daha azdır. Ona görə bir suxurun tərkibinə nə qədər hava çox qarışırsa, o nisbətən yumuşaq. Yumuşaq deyəndə daha əlinə basanda şey olmur, ha? O yumuşağı başa düşmür. Digərinə nələrlə yumuşaqdır? Yaxşı, torbağa və əlvarsan yumuşaqdır. Düzdür, torpaq qədər yumuşaq deyil, bərk suxurdur. Amma söhbət ondan gedir ki, digər lavanın havasız şəkildə soyduğu halda dəmir zad yaranır. Dəmirə nəzərlə yumuşaqdır, demək istəyir. Bəli. Başa düşürsən nə demək istədir? İndi fikir verin, nə baş verirsən? Artıq az miqdarda lava qarışır və bugünküdə nəzərlə daha bərk olan nə yaranır? Bazalt təbəqəsi. Bəli. Bu yer qabının ilkin təbəqəsidir. Bazalt. Kim verdiniz? Ay erasında nəyə görə deyirlər? Kütləvi vulkanların ay erasında baş verməyə. Bu bazalt təbəqəsi formalaşmaya başlayandan sonra bax, hər hansısa bir göy qismi yerin yaxınından keçir, yer qabında hələ ki, üzəri aktiv şəkildədir. Demək, cəzb etməsi daha çoxdur. O qismi keçir özü tərəfə. Bax, o yerin yaxınından keçəndə. Düşür yerin radiusuna, yol hissəsinə. Düşür yer tərəfə və yerin üzərinə baba gəlir, götürür, dağıdır, keçir. Bax, bu zaman. O toqquşur və üzərindəki hissəni alır, tulluyur. Amma o hissəni tullayan zaman, baxın, yerin üst hissəsində, nüvənin üst hissəsində əsasən yüngül metallar toplanır. Yüngül metalların cəzb etməsi varmı? Var. Məsəl üçün, sən alüminiumdan dəmirin cəzb etməsinə baxsan, alüminiumda da cəzb etmə var. Amma alüminiumun cəzb etməsi o qədər yüksək deyil. Dəmir, maqneti dəmirə tutursuz, görürsünüz necə çəkir özünə. Tamam. Alüminium üzərində tutursunuz. Hə. Niyə? O sıxlığı böyükdür. Demək, o hava ilə qarışır. Hardan bilik hava ilə qarışmaq? Ama alüminium tutursan əlinlə əyirsən. Düzdür? Sonra dəmiri istirirsiniz. Bax, dəmir o alova dönür, ha. Alova dönür. Dəmir qızarandan sonra götürsən, rahat əyə bilirsən. Əslində səbəb nədir? Genişlənir, hava gelir. Genişlənir, isti genişləndirir. Bəli, genişləndirən kimi hava daxil olur. Bəs havanın daxil olmasını biz hardan daha yaxşı müşahidə edirik? Bir şey deyilir bizə. Oksigensiz ərazidə yanma prosesi həyata keçə bilər? Xeyr. Demək, orada yanma prosesi gedirsə, demək, oksigen daxil olur içəri. O da havadır da, havanın bir qazlarından biridir. İndi o oksigen daxil olsa, avtomatik o neynəməlidir? Yumuşalmalıdır. Bəli. Alüminium bunu təbii halda yaşayır. Ona görə siz istədiyiniz vaxtda alüminiumu əyə bilirsiniz. Bax, misin özü, misi də əyə bilirsən. Amma misi biraz çətindir alüminiuma nəzərən əymək. Demək, tərkibdəki hava qarışımı, sıxlıq məsələsinə təsir görsənir. Bu qədər. Çətin bir şey var burada. Orada ona görə ayda, baxın, nüvə formalaşa bilmir. Nüvəni əsas formalaşdıran ağır metallardır. Mərkəzə qaçma prosesi olmalıdır.
Eyni bir alüminyum tavanı sen koyursan suyun üzerine bir de demir tavan. Demir tavan koyan gibi gitti suyun altına. Ağırlığına göre, sıklığına göre. Ve orada da o kütle vulkanlar sonradan baş verir, ay yeylası ona göre deyirlər. Yani hem ayda baş verip o vulkan püskürmeleri hem de yerde baş verip birbirine benzer okşarlığı var diye deyirlər ki, ben ayda hardan görürüm onun üzerinde olan kraterlerden müşahede edirik. Vulkan kraterlerden. Kütle vulkanları oradan müşahede edirik. Yaxşı, böyle bir sual verin. Bir gün, bugün bizde de kütləvi şəkildə demesek de vulkan kraterleri görünendir. Düzdür, vulkanlar var da rahat görebilirik. Ama bizde vulkan kraterleri aydaki kadar görünmür. Bu sebebi ne olabilir sizce? Yaşayış olduğuna göre ne insanlar parçalayıp dökülür. Bak, hava olduğuna göre bir prosestir ama onun devamını getirmek lazımdır. Bak bir de, aya bakırıq, ayın üzerinde kraterler açık aydın görsenir. Düzdür. Ama bizim yerimize bakırıq, yerin üzerinde o kadar krater açık aydın görsenir. Atmosfer olmaması. Para yok açıkta. Ayda atmosferin olmaması. Atmosfer nece rol olmadıkta ne olur, oldukta ne olur? Mesela bizde var bulutlar yanında mesela. Bulutlar da örtülü. Tesir gösterme, nece bir tesir var? Eksogen tesir. Bak, ayda eksogen tesir yok. Hava yok, atmosferi yoktur. Harici kuvvet tesiri olabilir mi? Yok, olabilir. Harici kuvvet tesiri yoksa bunun parçalanması lazımdır. Nece parçalanacak? Aydındır. Ben havasız şekilde olan bir hisse orada da gelirik. Sen təsəvvürlə orada bir vulkan parçalanması için milyar illər lazımdır. Oradaki güclü havayla o parçalanıp o hava gelsin diye. Bizde parçalanma çok gelir. Suyun altında vulkanlar var, su vasıtasıyla bazen eriyir, kurtarır. Parçalanır hissetsə zaman zaman. Yani ona göre bizde mesela şu vulkan kraterlerine bakanda normal şey görsenmiyor, çok görsenmiyor. Çünkü eksogen kuvvetler neticesinde milyon iller arzında o değişir. Veyahut okean altında adalara çevrilir. Nece? Vulkan boğazlarında mercanlar gelip yığılır üzerine. Suyun üzerine ada kimi çıkar. Ben. Artık o özlü vulkan kimi yok, ada kimi görsenmeye başlıyor. Bunlara mercan adalar diyeceği bakacağız. Aydındır. Çətinliyimiz var mı da? Yoktu ki. İndi müəllimlər belə bir sual gəlir. Yer qabığı anlayışını bilirik. Yer qabığında hansı qatlar var bilirik. Düzdür? Birinci olsa hamı bilir ki bazalt yaranacaq. Bu başka bir yönü yoktur. Bazaltdan sonra siz dayanın. Müəllim sən də dayan. Bazaltdan sonra granit yaranacaq. Düzdür? Ardıcılıqda. Sonra? Çökme. Mən deyirəm ama köşme yaranacaq. Ardıcılıkta bazalttan sonra köşme yapılır. Okeanda olmuyor. Granit olmuyor. Bazalt granit çökme. Yok, ümumi bak, materik kabında düzdür. Materik kabında hansılar olur? Bazalt, granit, köşme. Şimdi bazalt, granit, köşme varsa siz deyirsiniz ki müəllim, bazaltdır, granitdir, köşmedir. Bu hələ bazalt yaranır, granit yaranır, köşme yaranır. Ardıcılıq belə getməlidir, düzdür. Ben ama deyirəm ki, bazalt yaranır, köşme yaranır, sonra granit ortada yaranır. Ortada yaranır. Yani çökme. Nece köşme yaranır, ondan sonra granit yaranır. Arasında masalarında çıkma bir şey var. Aha. Bak birinci, onu bilmək üçün siz bilməlisiniz ki, granit nədir? Granit bir sukur olaraq magmatik sukurdur. Və magmatikin intruzividir. İntruzif magmatik ne demektir? Lava yerine doğru hareket edir, lavanın karşı tutulur, havasız şekilde kalıp soğuyur. Bəli, havasız şekilde kalıp soğuyan bir lava magmatik sukurun intruzivini yaradır. Yani hava keçmir, sıx. Yaxşı. İndi baxın, siz əgər deseydiniz ki, müəllim, bazaltdan sonra granit yaranıbdır, onda bazaltın üstüne çıkan granit yine havayla karşı değil. Düzdür. Orada granit yaranabilirdi. Hayır. Ama indi granite geçmemişten evvel neye geçirik? Yerin, atmosferin korumaları. Bəli.
Ben var yeniden bunu sorabilirsin. Ben tam çatmadı. Nə də O dediğimiz ben çatmadı. o çatmadı, bilirəm. İndi sxemlərlə çəkəcəm, görürsən. Rahat ol. Başa düşənə ki, buradayım. Yaxşı. Hə, indi fikir ver. Nə baş verir müəllimə? Bizim atmosferin formalaşması prosesi, atmosferdə oksigenin olması, suyun formalaşması ümumi şəkildə, bulut necə formalaşır, oraya bir burada baxaq, atmosferdə asan dursun. Bizə. Ayına da gülməli gəlir. Bana, ayna. Demək, birinci hissədə nəyə baxırıq? Ağır metallar, ağır metalların cəlb etməsi. Radioaktiv maddə ilə ağır metallar bir-biri ilə kimyəvi bir birləşmə yaratdıqda cəlb etmə qüvvəsi düşünə bilməyəcəyimiz qədər böyükdür. Bəlkə də düşünə biləcəyik. İndi baxaq. Baxın, siz təsəvvür edin ki, normalda bir qaz təbəqəsi, bax belə maqniti tutaq, qaz təbəqəsinə doğru. Maqnit qazı özünə keçə bilər, su buxarını özünə keçə bilər maqnit? Əslində yox, düzdür? İndi siz düşünün ki, orada radioaktiv maddə ilə ağır metalın nüvədə bir-biri ilə kimyəvi reaksiyaya girməsi və kütlənin böyük olması hətta su buxarını belə özünə çəkib saxlayır. Bu şəkildə çəkib saxlayır. Onu harada müşahidə edə bilərsiniz? Harada müşahidə edə bilərsiniz? İndi biz xırda versiyasını. Bax, mətbəxdə o su qaynayanda qapağı açırsınız ağzına. Fikir vermişsiniz o dəmir olan hissə, şurup olan hissə var ha. Su buxarının çoxu orada doğru meyil edibdir. Bəlkə də fikir vermişsiniz o hissəyə. Bax, qapağı açırsınız, görürsünüz ki, qapağın o qutları var da, dəmirlə sabitlənir. Bax, bu şəkildə. Görürsünüz ki, buxar bax, bu hissəyə, dəmirin olduğu hissəyə daha çox cəlb olunubdur. Müşahidə edin olubmu? Mən tələb olmuşam, müşahidə edəmişəm. Hə. Bax, baxmamışsınız. Coğrafiyyəçi müəllimlər. İndi fikir verin, orada nə baş verir? Niyə görə? Bir su buxarının sıxlığı böyükdür, yoxsa bir metalın? Metalın sıxlığı böyükdür, düzdür? Sıxlığı böyük olan bir cisim, sıxlığı kiçik olanı neyinir özünə? Cəzb edir. Bəli. Keşfət bundan ibarətdir. Bax, ona görə də ən böyük sıxlıq nüvədədir deyə, nüvə istər insanlı, istər su buxarlı. Yer üzərinə nə qoysan, o dəqiqə cəlb edir. Çünki kütlə böyükdür, radioaktiv maddə ilə reaksiyaya girir, o reaksiya nəyə səbəb olur? Cəlb etməyə səbəb olur. Bizim kəkimizin müxtəlif planetlərdə fərqli olması prosesi. Bəli. Və Merkuri Günəşə yaxındır. Niyə? Çünki tərkibində ağır metallar daha çoxdur. Düzdür? Biz Merkuriyə getsək, burada kəkimiz 100 kilo, 90 kilo varsa, orada azı bir 500 kilo gələcək. Və niyə? Nüvvəsinin həddindən artıq sıxlığı, həddindən artıq ağır metal olması. Bax, fikirləşdirə bir ki, yuxarıda dayanmışsan tərəzinin üstündə. Oradan kəndir atıblar ayağa. Hər dəfə səni dartırlar aşağı. O formada. Yəni, yerin cəlb etməsi digər planetlərə nəzərən çox olduqda daha çox özünə cəlb edir. Kəsin artmağa başlayır. Yerin cəlb etməsi digərlər nəzərən az olduqda və yaxud digər planetlərdə yerin cəlb etməsi az olduqda, o birisi hissələrdə, digər planetlərin cəlb etməsi az olduqda. Onda nə bir ki, kəndiri boş bıraxır. Onda sənin kəsin azalır. Cəlb etmə çox oldu, kəndiri çox keçir özünə. Onda kəsin eyniyir, avtomatik. Yəni, kəkin nisbi anlayışdır. Planetlər üzrə dəyişə bilər. Çıxdın kosmosa, kosmosda kəkin yoxdur. Əslində niyə yoxdur? Kosmosda çünki səni cəlb edə biləcək çox cisim var. Buradan günəş cəlb edir, oradan digər bir şey. Niyə xüsusi skafandrlarla zaten geyinib çıxırsınız? Bəlkə də insanı parçalayacaq qüvvəyə malikdir. Amma onun qarşısını cəlb etmə xüsusiyyəti ilə alınır. O skafandrlarla zaten çıxırlar orada. Onun qarşısını alınır. Yoxsa bəlkə də insanı parçalayar, o şəkildə çıxsın. Yəni, budur hamısı. Cəlb etmənin olması bizi kosmosla günəşə bağlı saxlayır. Ətrafımızda bizə nəzərən, yerə nəzərən sıxlığı aşağı olan ay da bizə nəzərən saxlayır. Ola bilir ki, bizə nəzərən hər hansısa bir ulduz
buzlu bizim yer kürəsində nəzərə. Hər hansısa bir aşağı sıxlığa malik olan bulduzu da özünə sıxıb saxlayır. Və bu proseslərdə müşahidə olunur. İndi bunu bildikdən sonra bizə lazımdır su buxarının necə yaranması. Cəlb etmə aydındır, su buxarının yerin ətrafında necə cəlb olunub saxlandığı aydındır. Problem yoxdur ki, müəllimə, aydındır. İndi müəllimə, sən bizə denən görə, siz biraz şeysiniz, yəni aktivsiz. Nə baxımdan suallarınızı verirsiniz. İndi baxaq görə oxuma dərəcəsində necə? Su buxarı necə yarana bilərdi? Bax, yerdir, vulkan püskürdü, düzdür, qaz toz hissəcikləriydi, su buxarı hardan gəldi, necə yarandı sizcə? Bilelim yadımdan çıxdı. Nərmin müəllim? Bir fikir? Yoxdur. Aha. Su buxarının tərkibi nədir? Aşçı ol. Hidrogen, oksigen. Soyulur, o daxilində qazlar daxildir. Soy yağışlara çevrilirdi. İndi baxın nə baş verir. Bazalt zaman soyulduqca bazaltın tərkibindən iki qaz ayrılır. Bir hidrogen, bir de oksigen. Başka gazlar var mı? Var. Onlar da var. Hidrogen, oksigen birbirinden reaksiya edildikdə su yaranır. Desem müəllim, hidrogen hardan geldi? Hidrogen demək olan bütün planetlerde var. Hidrogenlə helyum. Hardan geldi hidrogenlə helyum? Hardan geldi? Yerə hidrogenlə helyum gazı hardan geldi? Kosmos. Güneşten. Güneşin tərkibinin çox hissəsi hidrogenlə helyum. Əgər hidrogenlə helyum birləşməsini hansı ki alıblar artıq, hidrogenlə helyum birləşmələrini tam şəkildə nəzarət edə bilsələr, yer kürəsində enerji problemi yaranmaz. Bəli. Çünki onların yanmasından günəşin enerjisinə bərabər bir enerji çıxır. Yəni günəşdən gələn şüa bizə hidrogen helyum qazını ötürür zaten. Yəni orada baş verən partlayışlarla gələn şüalar. Görün bizə nə qədər o hissəni ötürür. İndi ötürə bilmir, ilkin dövrdə ötürdüyünü ötürübdü. İndi də ötürür, müəyyən hissəsi keçir kosmosa görə. Bizim yəni atmosferimizə görə. Bəli. İndi baxın, hidrogen, oksigen, su birləşməsi. Bunlar bazalt soyulduqca, bazaltdan ayrılan hidrogen, oksigen. Bəzən deyirsiniz ki, müəllim, bazaltdan niyə hidrogen, oksigen qazı ayrılmağa başlasın? Soyulduqca. Düzdür? Hidrogen, oksigen qazının sıxlığı soyma prosesində artır. Sıxlığı artdıqca, məsələ buradadır ki, əstağfurullah, sıxlığı azalır. Sıxlığı azaldıqca məcburən nüvə onu neyləməlidir? Uzaqlaşdırmalıdır özündən. Uzaqlaşanda o neyniyir? Bazaltdan biraz uzaqlaşan bir-birindən reaksiyaya girir. Reaksiyaya girən kimi neyniyir? Çevrilmə baş verir. İndi burada da bir proses var. Ola bilər ki, hidrogen yanında oksigen çıxmazdı. Hidrogen yanında oksigen çıxmadıqda onlar ayrı-ayrılıqda kosmosa yayılır. Yəni artıq onun su yaratma potensialı yoxdur. Gərək bunlar yan-bayanda reaksiyaya girə biləcək şəkildə olsun. Ona görə bax, uzaqlaşdıqca ilkin növbədə bir-biri ilə girirlər reaksiyaya, suyu yaradırlar, suyun sıxlığı buxara nəzərən və ya qazlara nəzərən sıxdır. O sıxlıq yaranan kimi yer onu cəlb etməyə başlayır. Təzədən ilkin güveyin su kimi zaman-zaman düşür. Bu proseslərin kosmos yaranana kimi ardıcıl şəkildə getməsi hidrogen-oksigen birləşməsidir. Yerdə kütləvi şəkildə yağıntıların düşməsinə səbəb olur. Bax, bu yağıntılar ilkin olaraq düşməzdən əvvəl bir şey daşıyır. Məsələn, su buxarı artıq düşürdü. İstisatdan buxarlanma baş verir. Özdə buxarlanma sürətlə gedir. Niyə? Atmosferimiz hələ ki tam formalaşmayıb. Günəş işığı tez isidir, tez buxarlandırır. Tez isidir, tez buxarlandırır. O zaman bu proses baş verir. Buxarların artması nəticəsində indi bu buxarın bir araya gələrək bulut yaratması lazımdır. Çünki bulut yaratmalı ki, atmosfer formalaşa bilsin. Bəli, bizim atmosferimizin əksər hissəsi nədir? Bulutlardan ibarətdir.
nizamlı şəkildə quruluşundan bir-biriyle. İndi burada nə baş verəcək, müəllimlər? Bizə buludu yaradacaq bir nüvə lazımdır, mərkəz lazımdır. Buludu yaradacaq bir mərkəz mütləq şəkildə su buxarına nəzərən sıxlığı böyük olmalıdır. Düzdür? Sıxlığı böyük olan nə ola bilər? Aerozol hissəciyi deyirik biz ona, tozlar, qazlar. Hər hansısa bir qaz var ki, oksigen qazına nəzərən sıxlığı böyükdür. İndi bu kimyada var, sizə lazım deyil yəni. Sıxlığı böyükdür, bəzən metan qazı, azot qazı deyirik. Bəli, olan sıxlığı oksigenə nəzərən çoxdur. Bir sual da verim. Biz oksigen qazı ilə karbon qazı deyək. Oksigenlə karbon qazının bir-biri nəzərlərlə sıxlığını harada görə bilərik sizcə? Bir oksigen qazıdır, düzdür, bir karbon qazı. Bunların sıxlığı hansı daha çox ola bilər sizin fikrinizdə? Nəyin? Oksigen daha. Oksigen. Daha aşağıdadır, daha çoxdur deyirsiniz. Ətrafımızda karbon qazı da var. Az miqdarda. Özdə karbon, oksigen nisbətən çoxdur. Oksigenden çoxdur karbon ama ətrafımızda çox. Azot azdır, karbon daha çoxdur. Yəni deməksən oksigenden çox. Oksigen 21%. O da karbonu udub buraxması nəticəsində belə bir qarışım alınır. Bax, eşitmişsiniz heç. Yer kürəsində karbon qazı, mən nəysə səhv edirəm. Azot qazı deyil, mən azot qazı. Yox, karbon qazı yox, azot qazı. Azot qazı 78%'dir, 21% oksigendir. Əslində 21 neçəsədir, yuvarlaq 21. İndi orada azot qazı. Azot qazının çox olması və sıxlığının daha böyük olmasını biz harada müşahidə edə bilərik? Yox. Neydi? Karbon oksigen birisi. Sıxlığın böyük olmasını harada görə bilərik? Mikroskopla. Mikroskopla. Yox. Şəffaflığın itməsiyle. Məsələn üçün, yer kürəsində azotun miqdarının artması nəyə səbəb olur? Yəni, onda nə olur? İstilik artır. Havanın şəffaflığını azaldan azot qazı niyə şəffaflıq azaldır? Demək ki, bunun sıxlığı nə imiş? Böyük imiş da. O vaxt azot qazının miqdarının artması yerdə istiləşməyə səbəb olur. Niyə istiləşir? Normalda hava şəffafdır. Günəş uda bilmir. Günəş istiliyi uda bilmir. Düzdür? Demək, azotun sıxlığı oksigen nəzərən böyükdür ki, günəşin istiliyi uda bilir də. Ona görə deyirlər, azot qazının miqdarının çoxalması istiliyə səbəb olur. Bizim atmosferimizdə o proseslər özünü görsədə bilir. Aydındır? Bəli. Ona görə deyilir sıxlığı böyükdür. İndi baxın nə baş verir. Aerozol hissəcikləri, yəni buna bir nümunə çəkdim. Qazlar, belə digər qazı özünə neyə bilər? Cəzb edə bilər. Yaxşı. İndi baxın, orada gedişat nədən ibarətdir? Oksigen, azot miqdarındakı prosesdə nə baş verir? İlkin növbədə su buxarının tərkibində olan o oksigen digər qazlarla reaksiyaya girdikdə, digər qazların sıxlığı böyüdə olduqda su buxarı neyinir ətrafına? Cəzb edir. Başlayır yığmağa. Bax, su buxarını ətrafına toplamağa başlayır. Yəni, o qədər su buxarının ətrafa toplanması nəticəsində buludu formalaşdırır. Və yaxud bu qaz olmaya bilər, toz hissəli ola bilər. Bəzən müşahidə eləmişsiniz, o keçli yağışlar yağır, durub görsən maşın üstü keçdir. O nədir? Məsələn, bir tullantıdır, atılır, aerozol hissəlidir, suyunu aerozol hissəlidir, insan yaratdığı, kimyəvi zavoddan. Gedir o, buludun nüvəsini təşkil edir. O ətrafında su buxarını yığdıqda məcbur su buxarını deyilməlidir, çişləndirməlidir. Sabahların ona görə də yerə avtomatik çişli yağışlar yapmaya başlayır. Budur, həmişə o nüvədən asılıdır. Nüvə prosesi olmalıdır, yoxsa su buxarı. Eyni ölçüdə sıxlığa malik olan iki su buxarı bir-birini necə cəlb edir? Düzdür? Demək, əlavə bir təsir var orada. Həmən o hissəyə bir
vulkandan və yaxud kimyəvi zavodlardan süni şəkildə atılan və yaxud təbiətdə müəyyən vulkandan çıxan qazların atılması, məsələn metan qazı özü vulkanik lava ilə bir yerdə gəlir. Çıxır və daha çox sıxlığı olduğuna görə o su buxarını cəlb edir özünə və bir yerdə qalxaraq topa şəkildə soyma prosesi baş verir. Orada soyma prosesində yağıntı verir. Yağıntı növlərindən danışacaq, müəllimlər. Siz təsəvvür edin ki, burada qaynama prosesi gedir, su buxarı çıxır. Düzdür? Bu su buxarı olsun 30 dərəcədə. Tutaq ki, 30 dərəcədə götürülən su buxarıdır. 30 dərəcədə az miqdarda su buxarı qalxır, bütün su səthindən. Qalxan zaman bəzən müəllimlər elə başa düşür ki, soyuq deyəndə mənfiyə rast gəlir. Mənfiyə rast gəlmir. Soyuq olanda bu tutaq ki, müsbət 5 dərəcəyə rast gələ bilər. Müsbət 5 dərəcə buna nəzərən soyuqdur. Bəli, o sel misalında təcrübəsi. Deyir ki, buxarlanan suyun üzərində gətir bir soyuq ayna tut, gəlir aynaya dəyir, avtomatik nə baş verir? Su damcıya çevrilir. Bəli, buxar o aynaya dəyəndə su damcıya çevrilir. Onu dediyim mətbəxdə də müşahidə edə bilərsən. Məsələn, qazanında qaynayan su, 100 dərəcəlik su, niyə gəlib qapağa dəyişdə damcıya çevrilir? Qazanın qapağı sizcə orada 100 dərəcəyə çata bilər. Demək, ondan aşağıdır da, 80-70 dərəcə. Düzdür? Bəli. İndi baxın, 100 dərəcəlik su buxarı özündən soyuq, müsbət 70 dərəcəyə rast gəldikdə avtomatik nə edir? Su buxarı mayeyə çevrilir. Bax, siz orada evdə müşahidə edədiyiniz əslində odur. Gedişat. Özündən soyuğa rast gəlir. Məsələn, ora nəzərən istidir. Amma o demək deyil ki, orada mənfi var. Bax, bu məsələdir. 2 dərəcə, 3 dərəcəyə nəzərən. Məsələn, soyuq deyirsiniz, tutaq ki, müəllimə niyə soyuq deyir? Çünki bədən temperaturu 36.5-dir. Düzdür? Özündən aşağı temperatura rast gələn kimi avtomatik üşüməyə başlayacaq. Özünə yaxın temperatura rast gələndə hava sərin olur. Yəni, o bədən temperaturuna əlaqədar bir prosesdir. Eyni prosesdir. Gedişat budur. İndi baxın, nə baş verəcək? O su buxarı toplanır, yuxarı qalxanda özündən soyuq havaya rast gəldikdə, indi özündən soyuq havada digər hallar olur. 1. Özündən soyuq olub, amma müsbət havaya rast gəldikdə. Bu proses kondensasiya səbəb olur. Yəni, su buxarı maye halına keçirilir. Buna deyirlər kondensasiya. 2. Su buxarı 0 dərəcə, mənfi 1 və 0 dərəcəyə rast gələ bilər. Sublimasiya. Su buxarı bərk hala keçir. Bu halda nə yaranır? Qar yağır. Qar. Dolu, lap mənfidədir. Gəlir mənfi 3, mənfi 10. Bax, bu dərəcələrə yuxarı qalxıb burada soyursa, avtomatik dolu meydana gəlir. Bəli. Və son. Qar niyə yumuşaq olur? Qar adamın əli niyə dondurulur? Çünki çox mənfi yoxdur da. Bəli. Görürsünüz, buza dolunu kimsə əlinə alıbdır. Dolu görürsünüz. Ovucun ortasına qoyursa adamın sümüklərinə təsir edir az sonra. Niyə? Çox dəhşət mənfi dərəcə temperaturda o kristallaşır, bərkiyir. Görürsünüz, sıxlıq o qədər çoxdur ki, yəni o soyuq o qədər təsir edir ki, sıxlıq dəhşətli dərəcədə özünü göstərir. Ona görə də, bax, o proses özünü göstərir. Yəni, əlvə qoyan kimi elə bir dəqiqə sümükləri də donduracaq, o səviyyəyə ilə. Burada başa düşülməyən nəsə var? Yoxdur ki, bax, bu da bizim buludumuzun yaranması və zaman-zaman ətrafımızda atmosferin formulaşması. Müəllimlər, fevralın əvvəlindən iqtisadi coğrafiya başlayacaq. Qruplarda yazıb bildirəcək. Onlayn qruplarda əlavə olaraq iqtisadi coğrafiya, əlavə bilir. Sizdə əlavə bilir. Çalışın ki, eyni vaxt olsun, mən də vaxtımda indi uyumlaşdırıb, o qrupa 3-cü əlavə kimi gəlmək lazımdır. Yaxşı, 3-cü əlavə kimi. Orada asta-asta, yavaş-yavaş. Gələ bilərsiniz. 3-cü günü qrupundur. 3-cü günə salmaq olarasında. İndi baxarıq da, bir dənə şey deyək.
Yönlendirmeyi son dəyişməkdir. Yerdə olsa, Hə. Birinci üstdən keçirəm. Yəni ki, məlumat yaransın. amma bizim tam vaxtımız olacaq. Hər qrupda iqtisadi coğrafiya keçiləcək. Sadəcə burada nədir? Məlumat vermə xarakterli, bir dəfə üstündən keçir, ikinci etapda bəlki. Yaxşı, çalışın da heç biriniz dayanmayasınız o dərslərdə. Öz qrupunu da keçəcəm, bu öz yerində. Öz qrupunu da keçəcəksiniz. Bunu nəyə görə deyirəm? Əgər görsəm ki, bu əlavələr sizə yaxşı təsir edəcək, iqtisadi coğrafiyanı öz qruplarında sürətli gedib, tez şəkildə təkrara çıxmaq üçün. Bunu mən buna görə edirəm. Yaxşı, biraz əziyyətimiz olacaq, amma nəticə bir şey olacaq. Yaxşı mı? Mən də əziyyətim olacaq, biraz istirahətim gedəcək, amma eyni yox. Siz nəticəni toplayın, mən bazı olanları edəcəm. Onu ayağı olaraq keçəcək, yoxsa online? Əyani də olacaq, əyanilərə əyani, onlinelara online. Ən azından əyani gələ bilməyəndə heç olmasa online şəkildə qoşulmaq lazım. Oldu. Hərəyə bir həftə, bir gün elə bir şey əlavə edəcəm da. Və salam. Mən də biraz başa düşdük. Problem yoxdur ki. Diqqət edin. Demək bizim atmosferimiz planetar mərhələdə formalaşıbdır. Görürsünüz? Geoloji mərhələyə keçid nədir? Geoloji, canlı aləmin formalaşdığı mərhələdir. Yaxşı, geoloji olması üçün canlı aləm formalaşmalıdır. İlkin canlı aləmdə formalaşan neydir? Mikroorganizm. O da səbəbindən danışacaq. Niyə mikroorganizm? Bu ön yerində. Bulutlar yarandı. İndi zaman bu dövr etmə müddətində su buxarı buluda çevrilməsi hər dəfə atmosferimizi neyir? Qalınlaşdırır. Atmosfer qalınlaşdıqca yerdə nə yaranır? Eksogen qüvvələr yaranacaq. Bəli. Atmosferimiz qalınlaşdıqca və yerin meyilli olması bizə gələn günəş radiasiyasının yeri qeyri-bərabər isitməsinə səbəb olacaq. Qeyri-bərabər isitmə fərqli ərazilərdə fərqli istilik, soyuqluq qurşaqlarının yaranmasına səbəb olacaq. Fərqli isinmələr. Yaxşı, zaten kürə formasında idi, deyərsən müəllim, fərqli isinirdi daha. Atmosfer nəyi dəyişdi? Atmosfer onu dəyişdi ki, bir yerdə səpələnmə, bir yerdə düz radiasiya. Səpələnən radiyasiyada az istilik, düz radiyasiyada çox istilik. Bu öz böyük bir fərq deyil. Mənimlə problemimiz var. YouTube'da da baxıb, yenə qeydlərinizi götürə bilərsiniz, oldu tam şəkildə. Bunu danışdıqsa, təbii ki, o bulutlardan tökülən kütləvi yağışlar ilkin bizim nəyə yaradacaq? Vahid okean, Pantalası. Bəli, Pantalas. Vahid deyəndə düşünməyin ki, hər şey belə olur. Orada çəkilmiş dağlar olur. Sadəcə bunların bir-biri ilə əlaqələnməsi çox olubdur, keçidlər çox olubdur. Bax, fikir verir ki, bu okeandır. O qalxma hissələr baş verir, amma burada zirvələr var. Burada var. Amma arada bir-biri ilə çox əlaqəsi var. Yəni, vahiddir. Vahid şəkil bir-biri ilə sərbəst əlaqəyə malik olma deməkdir. Bəli, sərbəst əlaqəyə malikdir. Ona görə biz Pantalasa vahid deyirik. Və əsas quru hissəsi harada toplanmışlar? Mərkəz hissələr. Bax, bu hissələr. İndi onda parçalanması haqqında danışacağıq. Bu, planetar mərhələnin sona çatdırdı. Niyə sona çatdırdı? Canlı aləmin olması üçün hansı amillər lazımdır? Hava, oksigen, atmosferimiz, suyumuz. Ayağı da basmağa litosfer var. Bəli. Bunlar yarandı, litosfer soydu suya görə. Sonu mülayimləşdirdi və salam. Artıq atmosfer havası formalaşırdı deyək, bazalt qatda tam soya bilir. Bazalt tam soya bilirsə, avtomatik şəkildə canlı aləmin yaranışı üçün sərbəst bir proses yaranır. Ondan sonra ona görə deyirlər ki, başlayacaq geoloji mərhələyə. Geoloji mərhələdə görürük ki, biz geoloji mərhələni era dövrlərə bölürük. Düzdür? Mənlə, sizcə planetar mərhələni niyə era və dövrlərə bölürük? Səbəb nə ola bilir? Hesaplayan bilirlər, yəni. Nəyə hesablayamırlar? Aydın olacaq da, Ya da həyat yox.
Öyle oluyor. Aha. Hayat yok. Hayat olmayan bir şey neyden araştırırsın? İyi bir sudan başlayıyor. Özün yoksan, insan yoktur. Sadece bir təxəyyül yaradırsan, baş verənlər haqqında. Yaxşı, mən danışdıqlarım da dəqiq deyil, ha, yəni kitabda yazıblar. Mən də onu bir məntiqə salmışam. Yaxşı, indi bu öz yerində. Burada problem yoxdur ki. Yoxsa keçid ağrı. Hə, indi müəllimlər. Qranit, bazalt planetarda yarandı, düzdür? Köçmə planetarda yarandı. Yox. Köçmə geolojide yaranacaq. Niyə? Çünki canlının yaranması üçün atmosferin qalınlaşması orada baş verəcək. Atmosfer qalınlaşanda bir yerdə temperatur çox, bir yerdə temperatur az, yüksək və alçaq tərkib qurşaqlarını yaradır. Yüksək və alçaq tərkib qurşağı, yüksək tərkibdən alçaq tərkib qurşağına doğru yer dəyişən hava kütləsinə külək deyilir. Küləklərin parçalaması, buzlaqların parçalama qüvvəsi. Bəli. Suyun yuva qüvvəsinin aktivləşməsi, istinin və soyuğun, istidən, baxın, isti, genişlənmə, soyuq, sıxılma. Genişlənmə, sıxılma nəyə səbəb olur? Fiziki aşınmaya. Temperatur. Bəli, temperaturun kəsin şəkildə dəyişməsi. Məsələləri gətirir, parçalanma qüvvəsini yaradır. Onda yerdə nə yaranır? Bu hissələr var ha. Bunlar zaman parçalanır, okeanın dibinə doğru gelir və burada köçmə suları yaradır. Okeanın dibində çökmə. Bəli, oraya yığılanda daha çox. Köçmə suları yaradır. Parçalanma qüvvəsi. Köçmə sular yarandıqdan sonra baxın nə baş verir. Bax, bu bazaltın bu hissələri zaten qalındır. Nə qədər parçalası da qalınlığı qalır. O hissələrdən vulkan çıxa bilərdi da. Vulkanlardan çıxa deyildi. Nazik hissələrdən. Hə, indi köçmə sukurun qalınlığı çox olduqda yaratdığı bir effektə baxacağıq. Məsəl üçün kitabla. Siz də eləmişdim bu kitabı anlaşılır. Yoxsa eləməmişəm. Baxın əlimdən. Ver bu kitabı verin. Hə, eləmişsiniz. Bildim aslında. Bax, bunu uşaq vaxtdan hamınız eləmişsiniz da. Yox. Eləməmişsiniz. Vərəqləri bir-birinə keçsinlər. Hə? Vərəqləri bir-birinə keçsinlər. Hə. Evet, çıxardım. Aman sen gelmişler. İndi siz O da ki qalma olduğuna görə. Birbirinden ayrılmış. Sürtünmeye göre. enerji güclülüyü. Ha, anladım. Bu fizikada enerji güclülüyü kimi gelir, səhvlənməmsə. Bunu mən yaxşı eləyənmə də, nə alınır. Bax, belə bir şey. Görürsün. Çıxmır. Niyə? İndi siz fikir verin, bunu bir də sulu vəziyyətdəki halını. Yəni, mütləq şəkildə köçmə suların tərkibində nə var idi? Rütubət. Düzdür. Sən təsəvvür edin, rütubətli köçmə sular üst-üstə yığılaraq yaratdığı qüvvə. Bunu da vulkan deşə bilərdi. Bax, indi nə baş verir? Bunu mənim öz izah edərsin. İndi, fikir verin nə baş verir? Bax, vulkan prosesi buradan gəlir. Gəlir, bazaltı qırır. Bazalt bəkdir axı, məcbur qırılmalıdır. Orada da əyilmə prosesi getməyib, qırılır. Bəli. Bazaltı qırdı, köçmə sukuru deşə bilmir, məcbur deyilməlidir. Yuxarı qaldırmalıdır. Fikir verin. Köçmə sukuru yuxarı qaldıran kimi okean suları da hara doğru hərəkət edir? Əvvəlki o yuxarı hissələr. Okeanın altındakı dağlar bugün burada misal. Bəli, okeanın altında müşahidə edirik dağlar. Və gördünüz, ona görə bu hissədə lava köçmə qatla bazalt qatı arasında yığılaraq, havasız şəkildə soyaraq magmatin intruziv olan qraniti yaradır. Qranit bir sukurdur. Fikir verdiniz? Bəli, ona görə qranit üçüncü yaranır ardıcıllığına görə. Sırada ikincidir, yaranışda üçüncü, sonuncu yaranandır. Amma hər zaman ön cavanlığı ilə seçilən hansı qatdır? Hansı?
çöşme değil. Köşme. Niye? Yenilendi. Eksojen nüvelerle birbaşa nedendir? Temaslar. Nasıl? Bu da size litosfer yer qabığı, indi keçirik. Litosfer əsas hardan təşkil olunurlar. Burada problemimiz yoktur. Əla. Getdik. Hələ maraqlı hissələr bundan sonra başlayır. Elədir. Maraqlı sevgi kalmadı. Ha? Maraqlı sevgi kalmadı. Niyə? Saat neçədir? 20 de geçti. 20 dəqiqə işləyir. Neçədə bitirməliyik? Yarısında 10 dəqiqə, 20 dəqiqədən mən ardında yarım saat var, yox. Yaxşı. Müəllimə, siz neçədə başlamalısınız cümləndə? Saat deməyiblər sizə. Yarısı olur. 12 yarısı. Deyirsiniz bu yeni dərs idi. Müəllim bir 10 dəqiqə bir gecikdi. Yaxşı. Bir dənə seyir verək, sıfırları da elə bir şey qalmaydı burada. Xal, nüvə. Bunlar tez keçirəm, bunlar əzbərinəsi. Daxili nüvə, xarici nüvə. Yaxşı. 2. Mantiya. Alt mantiya, üst mantiya. Buna kimi işimiz yoxdur işləyinə. Bu getdi. Yaxşı, bunu belə bilirsiniz. Daxili nüvədə temperatur 5000 dərəcəyə, xarici nüvədə 3500 dərəcəyə. Bunlar əzbəriyyətsiz zaten. Burada mən danışacağım bir şey yoxdur. Mən danışacağım işimiz əsas haraylandır. Bura. İndi mantiyanın üstündə bazal. Okeanda qranit formalaşa bilərdi? Yox. Köçmə formalaşacaqdı yenə. Çünki bax, okeanlar qalxdı, yığıldı. Orada zaten vulkan deşip geçseydi, suyun içindeki havayla karışıp yine bazalta çevrileceğiydi. Düzdür? Demek bazaltı tekrarlayacak, sadece çaylar vasıtasıyla okeanın dibinden köşme su getirecek. Ona göre okeanın dibinde yalnız 2 kat olacak. Bunu belə deyək. Bunu da belə. Demek, burada bazalt, granit olmayacak. Granit. Bura okeandır. Okean. Bak, okean yer kabında granit olmayacak. Gördünüz? Bəli. Avtomatik ne olacak? Köşme. Ama materik yer kabında bakın. Bazalt, granit, köşme. Üçü de olacak. Ama okeanda granit yaranabilmeyecek. Bak fikir verin. Aydındır. Amma materikdə bazalt, granit, köşmə. Bunu belə yaza bilərsiniz. Belə qrafdan tət qoya bilərsiniz, yazarsınız. Materik, yer qabığı. Bu, orta hissəyə bu şəkildə qoyub, oxla uzadıb yaza bilərsiniz, okean yer qabığı. Bu aydındır. Problem yoxdur ki, burada. Nəsə başa düşmədiyimiz. Yoksa indi bize lazımdır bu üst mantiya. Üst mantiyanın bak bu alt hissəsi var ha. Alt hissəsi. Üst mantiyanın alt hissəsi. Bak alt mantiya demirəm ha. Bunu karıştırmayın. Üst mantiyanın alt hissəsi. Bak burada astmosfer yerləşir. Astmosfer plazmatik bir qatdır. Yani oradaki lava iki taraftan da sıkılıp mı? Yukarıdan yer kaplıyla, aşağıdan da mantiya, nüvey sıkılıptı diye. Oradaki lava elə bir fikirləşir ki, plazmatik vəziyyətdədir. Əlvi vurursan tərifənir, təzdən həmənki formaya qayıdır. Bəli, jelibon formasında veya slime formasında. İndi o şeylə bənzəyir. Elə bir suyu yığırsan bir torbaya, sıxıb saxlamısan, tərlikdə. Baba sıxmısan, tərlikli şəkildə saxlamısan, düzdür? Əlbi batırırsan, çıxarsa həmən formaya qayıdır. Klyok. Düzdür? Suyun axıcılığı qalır. Sadəcə su hər iki tərəfdə neyini sıxılır. Bəli. Ona görə var fikir vermişsiniz müəllimlər, nə baş verir? O sıxılmış torbaya bir dənə ruçkadan zaten batırıb çıxarsa avtomatik neyini? Bəli, böyük şəkildə çox yüksək tərikdən fışqırır oradan su, düzdür? Amma torbanı boş tutsa nə olacaq? Fışqırma olmayacaq.
yüksək təsirindən çıxmayacaq şöyle. Niyə? Səbəb nədir? Biri öz anlığından istifadə edir, biri öz anlığından istifadə edir. Bəli, yerin ağırlığı oradakı tərkib prosesi var. Tərkib nədir? Təsir. Təsir. Düzdür? Bəli. Bullying. Demək, görsətilən təsir tərkibdir. Bax, var bir insanın digərinə görsətdiyi psixoloji təsir. O getdi bullying. O bilirsiniz. Bir var atmosferin bizə görsətdiyi tərkib, təsir. Ona deyirik atmosfer tərkibi. Bir var ki, qandakı damarlarımızın bizə görsətdiyi tərkib. O da tərkibdir. Fikir vermişsiniz, kapilyer damar partlayanda niyə fışqırıb çıxır? O kapilyer damarlarda tərkib daha çox olur. Bəli. Qan pompalanması o damarlarda daha çoxdur. Niyə deyirlər ki, kapilyer damar partladı, pis yox, getdin. Səbəb nədir? Tərkib o qədər böyüdür ki, qan o qədər sürətlə bədəndən axıb tutarır. Yəni o prosesi deyil. Aydındır. Burada çətinlik var. Onlar arasında siyasət var, alt mantıya üst İndi onu deyil. Alt mantıya üst. Bax, alt mantıya üst mantıya. O dəfə sağlıqda demişdi, o təzədir deyəsən, Gutenberg. Redi versin sərhəddə. Gutenberg. Tapdım. Hə. Gutenberg O sərhəddə. təzədir deyəsən, yox idi öyle bir şey. Yox idi, yox. Təzədən. Gutenberg. Hələ alimin adı ilə, Gutenbergin adı ilə. O alt mantıya ilə üst mantıya arasındadır və yaxud deyirsən, astanosfer ilə alt mantıya arasında sərhəd. Astanosfer dediğim gibi bax, hər iki tərəfdən qalıb sıxılmaq. Plazmatik yerdir. Oldu. Orada bax, sən təsəvvürlə, yerin üstündən bir ağırlıq düşdü. Ağırlıq düşən kimi o plazmatik qatın bu hissə azalır, keçir o birisi hissəyə. Eyni sudayı kimi. O birisi hissəni başlayır qaldırmağa, hərəkətə gətirməyə. Yəni o plazmatik qatdır oynayan. Bax o. Üstdən və yaxud altdan partlayışla təsir olduqda o qat başlayır tərpənməyə. Tərpənən kimi üstündəki bax, üst mantiyanın üst hissəsindən ümumi yer qalğı nə adlanır? Litosfer. Litosferə daxildir. Bazalt, qranit, köçmən. Və üst mantiyanın üst hissəsi. Bax, bunu yaddan çıxartmayın. Astanosferlə bu, litosfer arasında bir sərhəd var. Beriyon sərhəddir. Sonra mantiya ilə yer qabığı arasında bir sərhəd var. Buna deyirlər moho. Bu kitabda var. Qeyd etmək istəsə deyilir. Amma kitabda var. Sadəcə başa düşün. Diqqət edin. Yaxşı, moho sərhəddir. Bunu da aldıqdan sonra baxın müəllimlər. Bazalt qatı ilə qranit arasında Konrad sərhəddir. Konrad sərhəddə okean yer qabında formalaşa bilər. Yox. Niyə? Çünki qranit yoxdur. Bax müəllimə. Bazaltla qranit arasında Konrad sərhəddi var. Düzdür. Okeanda qranit qatı oldu. Yox. Orada Konrad sərhəddi formalaşa bilər. Yine okean yer qabında Konrad sərhəddi olmuş. Bəs kədim şey vardır. Yox. Litosferə nəyə daxil edəsək teknosfer olarıq? Astanosferi. Hərəkətə gətirən astanosferdir mi? Baxın. Teknosferin mənası nədir? Teknosfer. Basfera. Təbəqə, tekno, hərəkət. Hərəkətli təbəqə olması ki, litosferə nə daxil olmalıdır? Astanosfer. Hərəkətə gətirən nədir? Astanosfer. Demək, litosferlə astanosferi birləşik götürdüm. Nə alırsan da hərəkətli təbəqə. Teknosfer. Bizim hərəkətə gəldiyimiz təbəqə baxırıq. Vəssalam, vulkanların, litosfer tavalarının yarandığı bütün proses bu astanosfer üzərindəki litosferə daxil olub teknosferi yaratdıqdır. Bu qədər. Bu sizin gedişatınız. Orada mən suxurları dedim. Bəli, suxurlar anlayışında demək olar suxurların hamısının yaranışına baxdıq. Düzdür. Dedi ki, magmatik suxur. Magmatik suxur, baxın, magma nə vaxt deyilir? Lava əgər soyursa ona magma deyilir. Magma hava ilə qarışıb soyursa, baxın, magma hava ilə qarışıb soyursa, o magmatikin nəyi olur? Effuzivi. Əgər yadınızdan çıxardırsınızsa bunu effuziv olmaqsa,
Effuziv, exit sözü var, E hərfi ilə. Yəni, çıxışda soyun mənasını. Baba, exit. Çıxışda soyun. Aydındır, çıxışda soyun. Exit. Çıxış. Hər gün gördüyümüz sözü demiyorlar. Çıxışda soyan. Bir de var intrusiv. Inter, daxil etmə. Enter kimi, da inter kimi. Inter, içəri, in, da, də, nə bilim, belə bir şeylər. Hamısı ilə birləşdirir, yazılında saxlayın. Intrusiv, daxil. Yaxşı, daxil oluşda. Yəni, daxil nədir? Havasız şəkildə. Düzdür mənimdə. Havasız şəkildə soyun. Havasız şəkildə soyan intrusiv. İndi demək, lava soyursa magma yaranır. Lava hava ilə qarışıb soyursa effuziv magmadır. Lava havasız soyursa intrusiv magmadır. Burada kəndi bir şey var. Şey. Qeydlərimizi elədiniz mənim. Davam edirik nə ilə? Burada bir proses var. Neçə dəqiqəmiz var? Yarısıdır. Yarısıdır, 10 dəqiqəmiz var. Baxın müəllimlər, bir şeyə diqqət etmək lazımdır. Nədir? Bu intrusiv və effuzivi oxuyub yenə başa düşərsiniz. Oradakı süxurları, bazaltdır, qranitdir və ya qranit intruzivə daxildir, bazalt effuzivə daxildir, pemzadır, vulkan tifudur, bunlar effuzivə daxildir, qabrodur, qranitə daxildir. O şey əzbərlənməlidir. Yaxşı, bu da mənim təsirim yoxdur. Bu əzbərçilikdir, davamdan qaça bilmək. Bu öz yerində. İndi bizə lazım olan proses köçmə süxurlar. Köçmə süxurlar nəyin fəaliyyətinə yarandı? Eksogenin. Bəli. Köçmə süxurlar bölünür. Kimyəvi, üzvi, bir də daha doğrusu qeyri-üzvi və üzvi olaraq bölünür. Üzvi nədir? Canlı aləm. Üzvi sözün içində canlı aləm gizlənir. Bəli. Üzvi köçmə süxurlar nədir? Bax, bitki qalıqları çürüyür, köçmə süxur yaradır. Heyvan qalığı çürüyür, köçmə süxur yaradır. İnsan bədəni çürüyür, köçmə süxur yaradır. Bəli. Və nə vaxt yaradır? Mikroorqanizmlər fəaliyyətdə olduqda. Mikroorqanizmlər insan bədəndə, heyvan bədəni, bitki bədəndə çürüdən varlıqlardır. Gözlə görsənməyən varlıqlar. Bəli. İndi baxın, ilk yaranışda Paleozoik erasında, geoloji mərhələnin ilk erasında nə olubdur? Mikroorqanizmlər olubdur. Bakteriyalar. Mikroorqanizmlər, bakteriyalar. Suda yaranır, ilkin yaşam suda başlayıb, suda yaranır, suda bəzi süxurların daha da çürüməsinə şərait yaradır. Həmən hissəciklər. İndi, köçmə süxurlar, yəni siz baxanda üzvlərə verəcəksiniz. Bunları üzvlər haqqında neftin, yanacağının yaranması haqqında digər dərsdə məlumatlandıracağım sizə. Onlar qalsın. Sadəcə üzvləri əzbərləyin. Qeyri-üzvlər, kimyəvi qırıntı. Kimyəvi nədir? Su ilə həll olan. Kimyəvi sözün mənası su ilə reaksiyaya girə biləndir. Nə? Duz. Qatırsan suyun içine həll ola bilir. Bəli. Duzun növləri var. Dolomit duzları, kalyum duzları, ümumi duz, daş duz, nə bilim, börək duzu deyə bilərsən. Sonra təbaşir, suyla həll ola bilir, olur. Əhəng daşı həll ola bilir, kimyəvidir, olur. Və salam. Bunlar kimyəvi. Qırıntı, daş, çınqıl, qum, nə bilim, belə şeylər. Bunlar da əzbərləmək elə bir düşünəm ki, çətin deyil. Magmatik süxurlar filizdir. Əgər bir lava soyulur, orada süxur yaranırsa o filizdir. Yaxşı, bərkdir axı. İndi deyə bilərsiniz ki, müəllim, effuzivin tərkibi hava ilə qarışmışdır. Necə ona bərk deyirik? O bərkdir. Sadəcə intruzivə nəzərən yumuşaqdır. Amma köçmə süxura nəzərən nədir? Bərkdir. Yaxşı, bəli. Ona görə də filiz faydalı qazıntıların ağır növləri intruzivdir. Filiz faydalı qazıntıların yüngül növləri, yəni alüminium kimi növlər effuzivdir. Qızıl. Qızıl əlvan metaldır, düzdür. Buna baxmayaraq sıxlıq böyükdür. Sıxlığı böyüksə hara gedəcək? Intruzivə. Metal olaraq. Aydındır. Çətin bir şey var nə? Bu öz yerində. Bir dənə orada qalır metaforum. Metaforum. Forum dəyişimdir. Meta nədir? Daxil. Daxilin dəyişimi. Daxilin dəyişimi nə zaman baş verir?
bir şeydə. İstilik və tərlik təsiriyle. Bax, bir skur, istəyir köçmə skur olsun, istəyir maqnatik skur olsun. O əgər yüksək tərlik rast gəlirsə, yüksək tərlik varsa ortada nə də olacaq? Yüksək temperatur çıxacaq. O əriməyə. Bəli. Ərimə zamanı mütləq ətrafdan hava kütləsi qarışacaq, bir də ətrafdan müəyyən skurlar qarışacaq ona. O skur qarışma nəticəsində o yeni bir bərk hala keçəcək. Məsələn, əhəng daşı, əhəng. Əhəng nədir? Köçmə skurdur. Bu daha da bərkin olur mərmər. Əhəng daşı əslində yumuşaqdır. Əlini vurursan, bəzən əlinlə də parçalama olur, bir-birinin daşa vurulanla parçalama olur. O qədər yüksək tərlik və istilik şey olur ki, onun üzrünü görmüşsünüz necə şüşə kimi olursa. Niyə? Yüksək bir preslenmə var ortada. Yüksək tərlik, yüksək temperatur. Bax, o çevrilir, onda mərmər. Bəli. Demək, köçmə süxurlar metamorfik süxura çevrilə bilir. Nümunəsi bu. Düzdür? Magmatik süxurlarda qranit qleysə çevrilir. Çevrilə bilir. Və metamorfik süxurun özü metamorfikə çevrilə bilirmi? O da var. Neydi? Neydi? Daş kömür, bax müəllimlər, daş kömür yüksək tərlik temperatur altında çevrilir qrafitə. Qrafit almaza gedən yoldakı dönüşümdür. Bəli. Amma almaza çatmır. Almaz niyə üstündən vurursan, eləyirsən, niyə partlanır? O qədər döyəşlənibdir ki, tərlik altında. Onun sıxlığı onsuz da son həddə çatıbdır. Hardan partlasın da, hardan qırılsın? Bəli. Vurursan bu hissə o hissəyə yapışıbdır. O nədə çartlatmaq olar? Bəli. Ona görə də daş kömür çevrilir qrafitə, qrafit. Qrafit çevrilir almaza. Yaxşı, söz. Qrafit almaza. Bununla da bir görür ki, metamorfikə çevrilə bilir. Aydındır. Metamorfoz prosesində başa düşdü. Hər şey aydındır. Problem yoxdur ki. Əla. Geoloji mərhələ müəllimlər. Bir də onu deyəcəm. Geoloji mərhələdə baş verən hadisələri oxuyasınız. Testlər üzərində mənfi formaya salacaq olar. Yaxşı. İlkin yaşayış suda başlayır. Paleozoik erası. Sadəcə geoloji mərhələ 2 eradan ibarətdir. Daha doğrusu 2 eondan ibarətdir. Eonlar da yer olaraq bölünəcək. Eon hansıdır? Bir kriptozoik, bir paleozoik. Kriptozoik deyirlər gizli həyat. İndi o dövrlər, eralardır. Kriptozoik gizli həyat deyirlər. Sizcə kriptozoik niyə gizli həyat var? Nə məyin? Nələrin oldu? Canlı varlıq yapır. Onurası da Onurlasız var. Bəli, skelet sümüyü olmaz. Ətdən ibarət mikroorganizmdir. O kürdü getdi torbağa qarışdı. Onu araşdırma mümkün deyil ki. Düzdür? Ona görə aşikar. Baxın, cansız həyat deyil ya. Gizli həyat deyil. Yəni canlılığı aşkarlamaq mümkün deyil. Paleozoik aşkar həyat. Niyə? Onurğa var. Sümük, skelet sümüyü var. Aydındır. Testləri götürürsünüz. Yaxşı, qəşəng şəkildə oxuyursunuz. Elə oxuyursunuz ki, mən verdiklərimi mənə qaytarı bilir. Onu belə. Qabaqda bizə çox kömək olacaq. Bir dəqiqə.